Nigar xanım, vizaya müraciət etdikdə əsas və ikinci dərəcəli sənədlər hansılardır? Ata-la övlad gedirdi, ataya viza verilmişdi, övladına verilməmişdi. Mənim sənədlərim hamısı qaydasında idi, səfirlik məni imtina verdi. İş yerim yoxdur, Bəli. mən necə vizaya müraciət edim? Son zamanlar İngiltərədən də çox sayda imtahanlar gəlir. Bunun səbəbləri nələrdir? Vizaya müraciət edib və gedib orada qalmaq məqsədi varsa, bu düşünürəm ki, ən rahat yoldur. Kredit borcum var və mən viza ala bilərəmmi, ölkədən çıxa bilərəmmi? Amerikaya müraciət qaydaları, imtahan səbəbləri. Yatağın üstündə qoyub getsəz, yəqin ki, gələndə tapmaya bilərsiniz. Azərbaycanda ilk olacaq. Biz daha detalları varmaq. Salam dəyərli izləyicilər. Bugünkü mövzumuz necə viza əldə etmək olar, xaricə səyahət, hansı sənədlər lazımdır? Məlumat əldə etmək istəyirsinizsə yaxın əyləşin, çox maraqlı olacaq. Bu barədə mənimlə həmsöhbət, illərlə tanıdığım, işinə etibar etdiyim Nigar xanım olacaq. Xoş gəldiniz Nigar xanım. Çox sağ olun Elvir bəy, xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Mən Axundova Nigar, Green Globus şirkətinin direktoruyam. Elvir bəyin verdiyi bütün suallara çalışacağam, detallı məlumat verim. Ümumiyyətlə Nigar xanım, suallar çoxdur. Bu mövzu çox geniş mövzudur. Mən Instagram səhifəmdə sorğu keçirmişdim. Orada da bəzi suallar gəldi, qeyd etmişəm. İstəyirəm ən aktual olan mövzudan başlayım. Vizaya kimlər müraciət edə bilər? Vizaya hər bir Azərbaycan vətəndaşı, həmçinin əcnəbi vətəndaşlar, hansıların ki, oturum icazəsi var, Azərbaycanda vizaya müraciət edə bilərlər. Belə deyək Nigar xanım, daha detallı, daha dərinə gedək. Bu kateqoriyalara bölək də, məsəl üçün bir insan tələbədirsə, rəsmi işi varsa, rəsmi vergi verirsə və yaxud sponsor. İstəyirəm bu barədə bizə məlumat verəsiniz. Sponsor kimlər ola bilər? İlk növbədə rəsmi işi və rəsmi gəliri olan şəxslər vizaya sərbəst şəkildə müraciət edə bilərlər. Həmin şəxslər həmçinin digər birinci dərəcəli qohumlarına sponsor dura bilirlər. Tələbə olan şəxslər birinci dərəcəli qohumlarının köməyi ilə vizaya müraciət etməlidirlər. Yəni onlar onlara vizaya müraciət edənlərə qarant durub, sponsor olub müraciət edirlər. Rəsmi işi olmayan, rəsmi gəliri olmayan şəxs həmçinin vizaya müraciət edə bilər. Lakin vizaya müraciət etdikdə imtina alma şansı çox yüksəkdir və biz məsləhət görmürük rəsmi gəliri olmadan vizaya müraciət etsin. Ümumiyyətlə son zamanlarda insanlar yazırlar ki, imtahanlar çoxalıb və imtahandan sonra nə etmək olar? Apellyasiya müraciət qaydaları, belə deyim, bu detalları çox insanlar bilmir. İstəyirəm bu barədə biz məlumat verəsiniz. İmtahan gəlibsə, apellyasiya necə müraciət etmək lazımdır? Apellyasiyanın cavabları hansı halda müsbət ola bilər? İmtinadan sonra bizə müraciətlər hədsiz dərəcədə çoxdur, apellyasiya mövzusu ilə bağlı. Əminliklə deyə bilərəm ki, yeganə turizm şirkətlərindən biriyik ki, bu proseduru yaxşı bilirik və praktikada da istifadə edirik. Vizaya imtina gələ bilər o halda ki, bu mövzuya toxunmaq istəyirəm ki, hər hansısa bir sənəd düzgün formada təqdim olunmuyub. Yəni, misal üçün, iş yerindən arayış verib əmək haqqı çıxarışını verməyib, şəxsi hesabı verib çıxarışı verməyib və yaxud da ki, arayışla çıxarışda olan məbləğlər bir-birini tamamlamır və o halda imtina gəlir. İmtina gəldikdən sonra hər bir səfirliyin, yəni bu hal-hazırda dediklərim Şengen ölkələrinə aiddir. Hər bir ölkənin öz apellyasiya qaydaları var və bu apellyasiya qaydasına biz müraciət edirik müştəri adından, amma ki, bütün işi müştəri özü görür. Çünki biz müştərinin yerinə yalnız etibarnaməyə əsasən iş görə bilərik. Etibarnaməsiz bu işi görmək mümkün deyil. Müraciət forması hazırlanır. Müraciət formasını müştəri imzalayır və səfirliyə təqdim edir. Apellyasiyaya baxılma 1 aydan 6 aya kimi çəkə bilər.
Lakin misal üçün bu yaxınlarda bir müraciət olmuşdu bizdə. Ata ilə övlad gedirdi. Ataya viza verilmişdi, övladına verilməmişdi. Verilməmə səbəbi də düzgün formada təqdim olunmayan sənədlər olmuşdur. Və biz apellyasiyaya müraciət etdik. Məktubda əsaslandırdıq ki, bəs valideynə viza verilib, mənim oğluma verilməyib və əlavə sənədlər bizdən tələb etdilər və o tələb etdikləri sənədləri bir gün ərzində müştəri operativ olaraq təqdim elədi və ondan sonra təsəvvür eləyin ki, 5-ci gün müraciət oldu, 1-ci günə artıq viza verildi və 2-ci gün müştəri səyahət etdi istədiyi ölkəyə. Nigar xanım, sualların arasında belə bir maraqlı sual var idi. Deyirlər ki, bəs mənim sənədlərim hamısı qaydasında idi, səfirlik məni imtina verdi. Bu necə baş verə bilir? Səfirliyin məqsədi imtina vermək deyil. Yəni müştərilərin çoxu düşünür ki, səfirlik imtina vermək istəyir, ona görə imtina verir. Xeyr, elə deyil. Misal üçün bizə sorğu gəldikdə ki, imtina alınıb, müştəriyə başlayırıq sual verməyə ki, hansı sənədləri toplamısan, hansı qayda ilə və o belə deyək də problemin mənşəyini tapmaq istəyirdi və bir neçə sual verdikdən sonra başa düşürük ki, düzgün formada sənədlər toplanmayıb, hər hansısa bir sənəd çatışmayıb və səfirlik sadəcə bu sənədi sorğulaya da bilər sizdən istədiyi halda. Amma hal-hazırda viza müraciətləri səfirliyə çox olduğu üçün səfirlik o müraciəti sizə etmir, yəni o sənədi sorğulamır, yəni o səfirliyin şəxsi istəyinə bağlıdır. Sizdən sənədi sorğulayıb sorğulamamaq. Bir neçə sənəd çatışmırsa, o artıq sorğulamır və imtina verir. Dediyim kimi, burada artıq bu cümlə gəlir ki, turizm şirkətinin rolu nədən ibarətdir? Sadəcə application formu doldurmaq, rezervasiyalar etmək bu turizm şirkətinin işi deyil. Bunu müştəri sərbəst şəkildə də edə bilər. Otel rezervasiyasını onlayn platformadan, bilet bronunu onlayn platformadan edib viza özü də müraciət edə bilər. Turizm şirkətinin əsas rolu burada düzgün sənəd tərtib etmək ilk növbədə. Çünki səfirliklərin saytına daxil olduqda tam ətraflı məlumat görməyə bilərik. Misal üçün, hesabda nə qədər pul olmalıdır, rəsmi gəlirin nə qədər olsa daha yaxşıdır, kimə sponsor dura bilirsən, kimə dura bilmirsən. Amma bizim praktikamız daha çox olduğu üçün bu siyahını biz tam olaraq bilirik və müştəriyə təqdim edirik. Müştəriyə təqdim etdikdən sonra düzgün formada sənəd yığılır və o sənədləri ikinci etap olaraq biz yoxlayırıq. Yoxladıqda nəsə bir səhv aşkar olunarsa, bu tərcümədən tutmuş, yəni tərcümə mərkəzində səhv ola bilər. Yəni bilirsiniz necədir? İnsan faktorudur. Hər bir sənəddə səhv ola bilər. Ona görə bizim işimiz odur ki, sənədləri düzgünlüyünü yoxlayıb, sonra təqdim etmək müştəriyə. Müştəriyə təqdim etdikdə belə biz həmişə söyləyirik ki, mütləq dərəcədə götürülən görüşü yoxlayın. Səfirlik harda yerləşir, saat neçədə olmalısınız. Sonra application formu da əlavə olaraq yoxlayın. Çünki siz gün ərzində müraciətlər hədsiz dərəcədə çoxdur və biz insanıq, insan faktoru var ki, hardasa bir hərf səhvi ola bilər və s. və ilaxır çalışırıq o olmasın. Lakin yenə də biz yoxladıqdan sonra müştəriyə təqdim edirik və müştəri də əlavə olaraq deyirik nəyi nə formada yoxlamalıdır və təsdiq edir ki, hər bir şey doğrudan da düzgün formada müraciət olunur. Bəli, bəli. Ona görə də Nigar xanım, bizim bu videomuz, podkast videomuz Azərbaycanda ilk olacaq. Biz daha detallara varmaq, çünki bayaq qeyd etdiyimiz kimi turizm şirkətinin rolu nədən ibarətdir? Bəli, bəzi turizm şirkətləri var ki, çox təəssüflər olsun ki, həmin o xırda detallara varmırlar. Sadəcə şablon sənədlər hazırlanır və müraciət olunur və imtahanlar alınır. Sonradan artıq problemlər başlayır. Ona görə də işi təcrübəli insanlarla görmək lazımdır. Nigar xanım, imtahanda danışdıq, gəlin İngiltərə barədə danışaq. Çünki son zamanlar İngiltərədən də çox sayda imtahanlar gəlir. Bunun səbəbləri nələrdir? Demək, İngiltərə dedikdə doğrudan da ən çox imtina verilən səfirliklərdən biridir. İngiltərə ən çox maliyyə hesablamasına fikir verir. Bəzi bizim
dövlət orqanlarında, misal üçün, fiks maaş bir məbləğdir və il ərzində vətəndaşlar həm bonus alırlar, həm peşə fəaliyyətinə görə əlavə xidmət haqqılar ödənilir, ezamiyyələr olur və s. və ilaxır. Və İngiltərə hesablamaya daha çox baxdığı üçün hesablayanda görür ki, gəlir rəsmi, bəli, rəsmi arayışda, sonra elektron portaldan təqdim olunan sənəddə öz əksini tapmır və bunun üçün əlavə 2 sənəd biz təqdim edirik. Bir sənəd iş yerindən olur. İş yeri xahiş edirik ki, bütün bu əlavə bonusları Excel bir formada yazsın, başa salsın ki, nəyə görə? Amma zaten 1 illik hesabat istəyir. 1 ildə bunu təqdim etmək mümkündür düşünürəm. Və həmçinin biz çıxarışları çap etdikdə, yəni bizim də bir müraciət etmə, belə deyək də, qaydaları var da. Yox, belə deyək də, xəttimiz var, müraciət etmə xəttimiz var. Müraciət etdikdə mütləq şəkildə çıxarışda işarələyirik ki, hansı məbləğlər 6 ay ərzində çıxarış təqdim olunur, 6 ay ərzində gəlib. Ona görə o mütləq şəkildə qeyd olunmalıdır və izahat yazılmalıdır ki, mənim fiks əmək haqqım budur, əlavə hansı bonusları alıram, nəyə görə alıram və belə deyək də, anketin son vərəqində qeyd olunan extra information var. Orada mütləq şəkildə bu məlumat əks olunmalıdır. Əks olunmadığı halda səfirlikdə bu sual yaradarsa, əsasən də bu olur ilk vizada. Yəni ikinci, üçüncü viza o qədər çətin olmur almaq İngiltərədə. Ən çətini birinci vizadır. Birinci viza 6 aylıq verilir, multi şəkildə 1 il ərzində 180 gün girişlə. Ona görə İngiltərə daha belə deyək də kaprizlidir bu məsələdə. Həm də ki, ümumiyyətlə, Nigar xanım, Schengen vizası ilə UK-nin vizası tamam fərqli olduğuna görə, düzdür, sənədlər toplusunda demək olar ki, hamısı eynidir, amma İngiltərə daha çox dərinliyə varır. Bəzi insanlar ilk vizasını hətta özləri əldə etmək istəyirlər, viza mərkəzinə müraciət etmək istəmirlər. İnsanlara məsləhətim olar ki, əgər bilmirsinizsə, ilk dəfə o risk etməyin. Çünki imtina alandan sonra, ilk imtina alandan sonra növbəti vizaya müraciətdə arası çətinliklər olur. Bəli, belə deyək, imtinadan heç kim sığortalanmayıb, təəssüf ki. Yəni imtinanı həm turizm şirkəti ala bilər, həm şəxs özü müraciət etdikdə ala bilər. Lakin turizm şirkətinin üstünlüyü ondadır ki, biz daha detallı hər bir şeyi bilirik. Bizim praktikamız daha çoxdur. Yəni bir vətəndaş özü üçün ilk dəfədir müraciət edirsə, yəni biz bunu gündə 10-15 dəfə edirik və daha çox əlimiz öyrəşib, belə deyək. Ona görə əlbəttə ki, turizm şirkətinə müraciət etsələr daha yaxşı olar. Əlbəttə. Mən İngiltərədə olduğum zaman mənə çox suallar gəlir və qeyd edirlər ki, sən çox xoşbəxt insansan, viza almısan. Onu da vurğulayım ki, mənim ilk vizamı sağ olsun Nigar xanım almışdı. O vaxtdan bizim Nigar xanımla əməkdaşlığımız davam edir və işinin belə deyim, peşəkar olduğuna görə daima işlərimi Nigar xanımla görməyə çalışıram. Və həmin insana demək istəyirəm ki, yəni viza almaqda qeyri-adi bir şey yoxdur. Bayaq qeyd etdiyimiz kimi hər kəs viza ala bilər, vizaya müraciət edə bilər. Təbii ki, sadəcə sənədlər toplusu qaydasında olmalıdır. Bəli, və rəsmi gəliri düzgün formalaşmalıdır. Yəni yəqin ki, ən çox, yəni aktuallığını itirməyən sual odur ki, mənim heç bir gəlirim yoxdur, iş yerim yoxdur. Mən necə vizaya müraciət edim? Yəni bu sual doğrudan da yəqin heç vaxt aktuallığını itirməyəcək. Yəni bu suala biz yorulmadan cavab veririk ki, təəssüflər olsun ki, rəsmi gəliri olmadan, rəsmi iş yeri olmadan vizaya müraciət edə bilərik. Amma ki, bu heç bir nəticə verməyəcək və imtina alınacaq. Artıq imtina almaq da
etdiyimiz üçün, yəni o adamlarda da təəssüf ki, rədd cavabı veririk ki, vizaya müraciət edə bilməyəcəyik. Yalnız sponsor, yəni belə deyim, əgər rəsmi işiniz yoxdursa, yalnız sponsor da ki... Yenə də Elmir bəy, siz necədir? Hər bir şəxs sizə sponsor ola bilməz. O da var. Yəni də 18 yaşınız tamam olubsa, bu adam sizin birinci dərəcəli qohumunuz deyilsə, yenə də bir bənd yaranır ki, misal üçün hər hansısa bir kursa gedirsiniz və sizin təhsilivizi, misal üçün qısa müddətlik təhsilivizdən söhbət gedirsə, hər hansısa bir X şəxs sponsor ola bilər sizə. Yəni amma ki siz səyahət məqsədi ilə gedirsinizsə, gəzmək məqsədi ilə gedirsinizsə, onda sizə o birinci dərəcəli qohum olmayan adam sizə sponsor ola bilməz. Yəni ola bilər, amma sizə imtina gəlmən səbəbi o olacaq ki, sizin heç bir qohumluq əlaqəniz yoxdur, o sizə niyə sponsor olsun və sizə Azərbaycana bağlayacaq bir şey yox. Təhsili qeyd edək, yəni xanım, istəyirəm bu barədə bir məqama toxunum. Son zamanlar təhsilə müraciət edib viza almaq istəyənlər var və soruşanda ki, neçə yaşım var, deyir, məsələn 40 yaşım var, gedirəm kollec oxumağa. Yəni, artıq səfirlik belə şeyləri bilirlər, bunları alınmaq mümkün deyil. Ona görə təhsillə bağlı vizaya müraciət edərkən nələrə diqqət etmək lazımdır? İstəyirəm bu barədə məlumat verəsiniz bizə. Ümumiyyətcə, bəli, bu çox aktual mövzudur. Təhsillə bağlı vizaya müraciət edib və gedib orada qalmaq məqsədi varsa, bu düşünürəm ki, ən rahat yoldur. Yəni təhsillə başlayıb leqal şəkildə gedib qalmaq istəyirlər. Yəni bunu da mən yenə də dəstəkləyirəm. Heç olmasa leqal getmək istəyirlər. Ona görə təhsilə müraciət etdikdə əlbəttə ki, 40 yaşında kollec və yaxud məktəb oxuya bilməzsən, ən azı bir bakalavr, magistr pilləsi seçməlisən. Əlbəttə bakalavr və magistr pilləsi seçmək üçün sənin dil sertifikatın olmalıdır. Yəni bu da asan alınan bir şey deyil, amma ki, yəni asan yollar yoxdur. Belə qanuni yollar var. Qanuni yollar var. Yəni qanuni yol odur ki, bəli, doğrudan da dil kursu sertifikatı alasan, bu bizdə IELTS-dır, SAT-dir və s. və ondan sonra universitetlərə müraciət göndərirsən nəticəyə uyğun olaraq və vizaya müraciət olunur və artıq universitetlər seçildikdən sonra səfirlik fikir verir ki, hansı universiteti seçmisiniz? Belə deyək də, hansısa bir səviyyəli, yüksək tələbatı olan universiteti, yoxsa ad xatir hansısa bir, belə deyək də... Ödəniş də böyük rol oynayır orada xanım. Bəli, ödəniş də böyük rol oynayır və məqsəd doğrudan da təhsil almaqdır, yoxsa gedib qalmaq. Yəni səfirlik əlbəttə ki, bunu başa düşür, çünki ilk növbədə səfirlikdə psixoloqlar əyləşiblər və onlar başa düşürlər sizin məqsədi və ona uyğun da cavab verirlər. Təhsillə bağlı YouTube kanalımızda bizim videomuz var. Mütləq kanalımıza abunə olaq, videolarımızı izləyək və suallarınızı rəy bölməsində mütləq bizə qeyd edin. Nigar xanım, vizaya müraciət etdikdə əsas və ikinci dərəcəli sənədlər hansılardır? Vizaya müraciət etdikdə əsas sənədlər iş yerindən arayış, əmək haqqı kartından çıxarış, şəxsi hesab arayış və çıxarışdır. Ailə vəziyyətini təsdiq edən sənədlərdir. Yəni uşaqların doğum haqqında şəhadətnaməsidir, nikah bağlanma haqqında şəhadətnamədir, nikah pozulma, həmçinin həyat yoldaşınız vəfat edibsə, onun da sənədi təqdim olunur. Bütün bu sənədlər tərcümə təsdiq olunmuş, notarial qaydada tərcümə təsdiq olunmuş formada səfirliyə təqdim olunur. Həmçinin daşınmaz əmlak məsələsinə keçirik. Daşınan və daşınmaz əmlaklar var. Səfirlik üçün əsas olan daşınmaz əmlakdır. Əlavə olaraq daşınan əmlak, yəni bu maşın da ola bilər, maşının sənədini təqdim edə bilərsiniz. Nigar xanım, vizanın növləri və tranzit viza nə üçün verilir? Viza müraciətləri bir çox var. Əsaslardan üçünü deyəcəm. Bu turistikdir, təhsil vizasıdır və həmçinin iş dəvəti ilə iş müraciətinə edəndə viza növüdür. Və tranzit viza dediniz. Tranzit viza nə deməkdir? Hər hansısa bir ölkəyə tranzit olaraq səyahət edirsinizsə və sizin 2 dənə ayrı-ayrı aviabiletiniz varsa,
Biri var ki, bilet aldıqda bir bilet olaraq yazılır. Misal üçün Bakı-Varşava, Varşava-London misal üçün deyirəm. O zaman sizə tranzit vizasına ehtiyac yoxdur. Siz nə hava limanını tərk edəcəksiniz, nə siz bagaj götürəcəksiniz. Siz bagajınızı alacaqsınız artıq İngiltərədə. O zaman sizə tranzit vizasına ehtiyac yoxdur. Lakin siz misal üçün bizim ən çox eşitdiyimiz Wizz Air-la Baku misal üçün Budapeşt uçsaz, Budapeştdən Londona uçsaz, artıq sizdə həm Azərbaycandan çıxdıqda sizdən Schengen viza tələb olunacaq, həmçinin də İngiltərə vizası. Bu halda sizə mütləq şəkildə tranzit viza lazım olacaq. Onun da müraciət növü tam fərqlidir. Ailə vəziyyətini təsdiq edən sənəd deyilən nəzərdə tutulur? Ailə vəziyyətini təsdiq edən sənəd evlisinizsə nikah şəhadətnaməsi, boşanmısınızsa boşanma haqqında şəhadətnamədir. Bəzi müştərilər evli olub boşandığını gizlədirlər. Yəni bunu gizlətməyə ehtiyac yoxdur. Zaten səfirlik fin kodu yazanda bütün sizin ailə vəziyyətinizi, neçə dəfə evli olmusunuz, boşanmısınız, neçə övladınız var, o sənədləri görür. Və bu sənədi təqdim edirik və həyat yoldaşınız vəfat edibsə, ölüm kağızı, bu 3 sənəd tərcümə təsdiq olunmuş formada səfirliyə müraciətdə təqdim olunur. Həmçinin müraciət etdikdə hər hansısa bir ərizəçi boşanıbsa, sual yaranır ki, bəs azyaşlı uşaqların doğum haqqında şəhadətnaməsini təqdim etməyə ehtiyac varmı? Bəli, əlbəttə var. Çünki azyaşlı uşaq sizin himayənizdə olan bir şəxsdir və siz səyahət etdikdə turistik məqsədlə Azərbaycana qayıtma səbəblərinizdən biri də odur ki, sizin ölkədə azyaşlı uşaqlarınız var. Mütləq şəkildə bu sənəd tərcümə təsdiq olunmuş formada verilməlidir. Sorğuda qeyd olunan suallardan biri də bu idi ki, mənim kredit borcum var və mən viza ala bilərəmmi, ölkədən çıxa bilərəmmi? İstəyirəm bu sualı cavablandırım. Yəni Nigar xanım təsdiq edər. Əgər sizin gecikməniz yoxdursa, stopunuz yoxdursa, yəni banka nə qədər borcunuz varsa, məncə önəm daşımır. Düzdürmü Nigar xanım? Deməli, ümumiyyətcə kredit tarixçəsini səfirlik görmür. Səfirlik o zaman sizin vizanıza imtina verə bilər ki, doğrudan da sizin sərhəd keçmədə məhkəmə ilə stop varsa. Bəli, məhkəmə qərarı ilə stop varsa, bəli, o halda yalnız sizin probleminizi əşkar edir. Lakin kredit borcunuz var, ipotekaya ev götürmüsünüz, yəni bunun yəni səfirlikdə heç bir əksi yoxdur. Bəli. Yəni məlumatlarda çıxmır. Ümumiyyətlə bizim bu videomuzda bəzi məsələlər var ki, bu konsultasiyanı bəzi travellar ödənişli eləyir. Sadəcə bizim videomuza baxıb bəyənməyə kifayət edir ki, bütün məlumatları əldə edəsiniz. Çünki səfirliyə müraciət edəndə turist vizası ilə biz məqsəd nədir? Yəni səyahət edirsənsə, səfirlik bunu görməli ki, sən gedib vətənə qayıdacaqsan. Bəzi insanlar sual verir ki, mənim turisti vizam var, gedib işləyə bilərəmmi? Yəni bu bir məna şəkildə demək istəyirəm ki, əgər siz turisti vizayla gedirsiniz, sizin işləmə icazəniz yoxdur qanun şəkildə. Qanunsuz başqa məsələ, amma qanun şəkildə icazə yoxdur. Yaxın yay məktəbi haqqında biraz bir məlumat verin. Təhsildən və kənara ən aktual bir mövzudur, ən sevimli bir mövzudur. Çünki yay məktəbləri may ayından avqust ayına kimi bizdə viza müraciətlər olur, qrup şəklində müraciət olunur. Belə deyək, yay məktəbləri keçiriləcək müəssisədən dəvət məktubları gəlir hər bir tələbənin adına və bu 2 həftəlik bir proqram olur. Orada dil kursları və spesifik kurslar seçmək olur. Ən əsası bizdə dil kursları seçilir vətəndaşlar tərəfindən və dil kursuna getdikdə həmçinin şagird özü gedə bilər sərbəst şəkildə və yaxud da ki, valideynlə də gedə bilər, valideyn müşahidliyi ilə də gedə bilər. Bu turistik viza sayılır, yəni qısa müddətli viza sayılır. Amma ki, İngiltərədə belə deyək də alt səviyyə bir İngiltərədə alt kateqoriya bir viza növüdür. Üstəlik xanım, yaş limiti olurmu bu summer school-da, yəni məktəbində? Yaş limiti belə qayda ilə yoxdur, amma ki, daha çox
12 yaşından yuxarı, 17 yaşına kimi şagirdlər müraciət Sonra edir. baxarlar ki, 50 yaşında, 40 yaşında insanlar ki, bəs biz də gedək yay məktəbi oxumağa. Yəni bu real deyil, əlbəttə ki, absurd bir şeydir. Bəli, və burada da sənəd toplusu təqdim olunanda mütləq dərəcədə sponsor olur, sponsor valideyn olur uşaq üçün və yaxud da ki, nənə-baba da sponsor ola bilərlər. Və məsəl üçün, anası, atası işləmir, rəsmi gəliri yoxdur. Bu halda artıq valideyn sponsor ola bilmədiyi halda nənə-baba sponsor ola bilir. Məndən soruşurlar bu barədə, yəni yay məktəbinin rolu nədən ibarətdir? Gələcəkdə əgər İngiltərə təhsil almaq istəyirsənsə, dünya görüşünü artırmaq istəyirsənsə, mən düşünürəm ki, belə kurslar gənclər üçün çox vacibdir. Bəli, mən bunu qeyd etmək istəyirəm. Bizdə təhsil vizası ilə bağlı müraciətlər çox olur, özünüz bilirsiniz. Həmçinin yay məktəbi belə deyək də şagirdi tək yaşamağa, tək səyahət etməyə öyrəşdirir. Elə valideynlər var ki, misal üçün də 11 il uşaq heç yerə səyahət etməyib və birinci kursa göndərir xarici ölkəyə oxumağa və o uşaqlar depressiya yaşayırlar, tək qalmaqdan sıxılırlar, tez vətənə qayıtmaq istəyirlər, oxumaq istəmədiklərini qeyd edirlər. Halbuki 2 il hazırlaşıb o universitetə daxil olublar. Bu da nədən irəli gəlir ki, uşaq sərbəstliyə öyrəşməyib və belə deyək də heç vaxt yay məktəblərinə qoşulmayıb. Ona görə mən məsləhət görürəm valideynlərə, hansılar ki, gələcəkdə uşağının təhsilini xarici ölkədə davam etdirməklərini istəyirlərsə, mütləq şəkildə ən azı bir 3 il ərzində yay aylarında, qış aylarında yay məktəblərinə, qış məktəblərinə ən azı 2 dəfə məncə təcrübədir də bu insan üçün, təcrübədir. Bəli, uşaq artıq sərbəst şəkildə səyahət etməyə öyrəşir. Əlbəttə onlar tək səyahət etmirlər, onların üzərində qrup rəhbəri olur, amma yenə də bu valideyndən uzaq olurlar və özləri sərbəst qərar qəbul etməyə də, yəni şansları olur. Ona görə düşünürəm ki, bu çox xeyirli bir proqramdır yay məktəbi. Bəli. Və nə suallarınız varsa aşağıda qeyd etdiyim Instagram səhifəsindən bizi ünvanlaya bilərsiniz. YouTube kanalımıza abunə olaq, fikirlərinizi bölməsində qeyd edin. Gələk bizim Nigar xanım ən yaralı yerimizə, Amerikaya müraciət. Bu dəqiqə ən aktual mövzudur. Hamı Amerikaya getmək istəyir, bilməm nəyə görə. Amerikaya müraciət qaydaları, imtahan səbəbləri, istəyirəm bu barədə biz məlumat verəsiniz. Bilirəm ki, sizə müraciətlər çoxdur bu barədə. Amerika gedənlərin çoxsunu qaytarırlar, artıq qaytarırlar. Yəni yüzlərlə adam qayıdacaq. Bilmirəm hara qayıdacaqlar, amma ki qayıdırlar. Yəni getmək istəyən bir söz deyim, gözəl insanlar, Amerikada da yəni göydən pul tökülmür, küçələrdə pul yığmırlar. Çətinlik hər yerdə var. Yəni gedən insanlar düşünməlidirlər ki, biraz araşdırmaq lazımdır. Yəni videolara baxmaqla, filmlərə baxmaqla hər şey filmdə kimi deyil. Yəni mən İngiltərədə yaşayan bir insan kimi deyirəm ki, yəni reallığı görmək lazımdır. Ona görə məlumat toplamaq lazımdır. Ümumiyyətcə Amerika ayrı bir mövzudur. Ölkədən gedib qeyri-legal qalanların belə deyək də tərəfində deyiləm mən. Yəqin ki, bunu bizim digər intervyularda da görüb, eşidib bizim izləyicilər. Legal yolla gedənlər daha çox qazanırlar. Təhsil yolu ilə gedənlər yenə də çətin yolu seçənlər uzun müddətli qalır. Amma ki, bu asan yolla gedənlər həmişə sonra belə deyək də problem yaşayırlar. Suyu süzülə qayıdırlar ölkəyə. Ona görə heç məsləhət görmürəm qeyri-legal yolları. Və Amerika dedikdə hamı niyəsə belə bir böyük bir zirvə görür. Belə də çatmayan, əl çatmayan bir səyahət nöqtəsi görür. Elə deyil. Yəni bizdə də müraciətlər çox olur, amma biz kimə müraciət edirik? Vizaya, hansı ki doğrudan da səyahət məqsədli gedir. Bu da necə bilinir? Səyahət tarixçəsindən. Zaten adam çox bir yerdə olubsa, səyahət tarixçəsi genişdirsə, o Amerikada doğrudan da turistik məqsədlə gedib görmək istəyir. Amerikada da bizdə yay məktəbləri var. Həm yay ayında, həm qış ayında da kampuslar var, 2 həftəlik və orada müraciət edirlər uşaqlar. Uşaqlar gedirlər qrup rəhbəri ilə. Orada Amerika bilirsiniz necədir? 1 illik viza verir. Lakin
yay məktəbi üçün bir il ərzində cəmi bir giriş verir. Bu da nə deməkdir? Siz bir dəfə gedib, bir dəfə qayıda biləcəksiniz. Yəni bəzən müştəri elə bilir ki, bir illik viza aldım, il ərzində istədiyim vaxt gedib gələcəm. Xeyr. Bu sırf yay məktəbli və yaxud kurs məqsədli gediş olursa, bu bir giriş verir adətən. Multi də verə bilir bir illik, lakin o çox nadir hallarda olur. Ümumiyyətlə vizaya müraciət edəndə məsəl üçün İngiltərə, UK 6 aylıq viza verir, multi viza. Yəni mən düşünürəm ki, 6 aylıq viza alıbsa bir insan 6 ay orada yaşamaq düzgün deyil. Həmçinin də Amerikada. Bəli, bunlar Amerikanla İngiltərəni paralel gətirmək olar hardasa. Çünki İngiltərəyə də çox adam gedib qalıb işləmək istəyir. Elə bilir ki, milyonlar qazanacaq. Amerikanı həmçinin. Ona görə belə deyək də səyahət tarixi 2-3 həftə ola bilər. Məsəl üçün mən Amerikaya səyahət etdikdə, Amerika çox uzaq olduğu üçün 3 həftə qalmışdım. Və belə deyək də cəmi ildə bir dəfə səyahət etmişdim. Çünki neçə dəfə gedib gələrsən də, yəni belə də asan deyil. 24 saat uçuş. Ona görə yəni İngiltərə həmçinin, İngiltərədə də indi 2-3 həftəlik, maksimum 1 aylıq qalmaq olar və növbəti vizaya müraciət etdikdə mütləq şəkildə buna baxılacaq. Ki siz neçə müddət qalmısınız, orada nə pullar xərcləmisiniz, hardandır bu pullar sizdə? Onu demək istəyirəm, Cəxan, düşünənlər var ki, məsələn 6 aylıq viza almışamsa, niyə görə mən 6 ay qalmalı deyiləm? Siz qala bilərsiniz 6 ay. Yəni geri dönərkən növbəti vizanızda artıqsa problem yaşayacaqsınız. Çünki siz ora vizaya müraciət edərkən müəyyən məbləğ göstərirsiniz. Bu məbləğlə siz 6 ay orada qalmaq mümkün deyil. Səfirdə baxır ki, sən bu pulu hardan qazanmısan? Problem yaşayacaqsınız, əmin ola bilərsiniz. Çünki bu hallarla çox qarşılaşmışıq. Siz yəqin siz də Nigar qarşılaşmısınız belə şeylərlə. Ümumiyyətcə biz qabaqcadan xəbərdarlıq edirik vizaya müraciətdən ki, bu səyahət məqsədidirsə bu 2-3 həftə ola bilər. Bəzi məsəl üçün valideynlər hansıların ki, uşaqları təhsil alır, onlar daha uzun müddətli gedə bilirlər. Çünki başa düşürük ki, belə deyək də, ilk ilidirsə tələbənin, ona daha çətin olur, belə deyək, valideynsiz qalmaq. Ona görə onlar misal üçün 30-35 gün qala bilirlər. Amma yenə də giriş və çıxış mütləq kontrol olunmalıdır və ölkə qaydalarını gərək pozmayasan. Nigar xanım, vətəndaşlar səyahət zamanı nələrə fikir verməlidirlər? Sığorta olmalıdır mütləq, otellərin bronları, istəyirəm bizə bu barədə məlumat verərdiniz. Səyahət etdikdə mütləq dərəcədə özlərinə rahat bir lokasiya seçməlidirlər. Baxıb görəcək yerlərə ayaq məsafəsi ilə uyğun olan, həmçinin əhatəsində metro stansiyası olsa daha rahat olar düşünürəm. Həmçinin mütləq dərəcədə otel rezervasiya etdikdə əlavə olaraq şəhər vergisini nəzərə almalıdırlar. Çünki hər bir ölkənin və şəhərin şəhər vergisi var. Otel rezervasiya etdikdə otel ödənişi fərqli, şəhər vergisi hər zaman əlavə olaraq oteldə ödənilir. Bəzən olur ki, bu şəhər vergisi daxil olur, bəzən daxil olmur. Həmçinin səhər yeməyi seçdikdə bəzi otellər var ki, orada bizim öyrəşdiyimiz masa və stullar yoxdur, belə deyək. Ayaq üstü kruasan, kofe bu çeşiddə olur səhər yeməyi. Bu məlumat da otelin saytında qeyd olunur. Təəssüf ki, bütün otellərdə hansı növ səhər yeməyidir, bunu turizm şirkəti bilməyə bilər. Lakin sizə sırf səhər yeməyli və oturacaq bir səhər yeməyi lazımdırsa, bunu mütləq şəkildə otelin saytında ya siz baxmalısınız, ya xahiş eləməlisiniz ki, sizə bunu rezervasiya edən turizm şirkəti baxsın. Çünki Avropada biz bilirik də, ayaq üstü kruasan, kofe və çıxırlar səyahət etməyə, amma bizdə Azərbaycanlılar daha çox öyrəşiblər. Rahat oturub səhər yeməyini edib, sonra sığortanın vacibliyi bəs Nigar xanım?
müraciət zamanı. Sığortanın vizaya müraciət Mütləqdir. etdikdə bu mütləqdir. Sığorta. Bəli. Səyahət edəndə mən məsləhət görürəm ki, səfər sığortası hər bir şəxsdə olsun. Yaşından, belə deyək, gün sayından asılı olmayaraq səfər sığortasını yazmaq məsləhət görürəm. Bu nəyə görə? Öz təhlükəsizliyiniz üçün. İraq olsun, başınıza bir iş gələrsə, dərhal zəng vuracağınız bir yer var. Sizə kömək edəcək bir şirkət var. Yəni ona görə düşünürəm ki, səfər sığortası da mənim fikrimcə mütləq bir. Ümumiyyətlə səyahət etmək istəyən insanlara demək istəyirəm ki, gözəl insana səyahət etmək çəkinməyin. Wow, pullar lazım deyil. Düzgün plan cızsanız əgər səyahət planı, aşağı məbləğlərlə gözəl istirahət edə bilərsən. Büdcə bəli. Büdcəli səyahət seçmək əlbəttə ki, mümkündür. Əmək haqqısı aşağı olduqda da viza almaq mümkündür. Sadəcə belə deyək də 500 manat əmək haqqı alırsınız. 4 ulduzlu otel seçib indi biznes klassla uçmamalısınız əlbəttə ki. Bu rezervasiyalar ekonom səviyyədə 3 ulduz, 2 ulduz, hətta hostel belə rezervasiya edə bilərsiniz. Burada heç bir şey yoxdur. Bəzi hostellar var Avropadakı, inanın 3 ulduz, 4 ulduz otellərdən daha səliqəli və seçiləndirlər. Mən onu demək istəyirəm ki, xanım, mən ümumiyyətlə yalnız səyahətlərim zamanları həmişə hostel seçirəm. Bəzi insanlar deyir ki, bəs təhlükəlidir. Yəni mən hostel təhlükəli bir şey görməmişəm. Əlbəttə normal hostel seçmək lazımdır. Qiymətləri də baha deyil. 20, 30, 50 civarında dəyişir. Yəni normal səviyyəli hostellərdə var həqiqətən Avropada. Bəli, təhlükəsizlik baxımından gəldikdə əlbəttə ki, zinət əşyalarınızı, pullarınızı yatağın üstündə qoyub getsəz, yəqin ki, gələndə tapmaya bilərsiniz. Amma ki, belə təhlükəsizlik baxımından çox da təhlükəsizdir, çünki kameralar var. Bəli. Qiymətlərlə bağlı deyirdim. London dünyanın ən bahalı şəhərlərindən biridir. Londonu gəzərkən belə şəhərin mərkəzində kifayət qədər ödənişsiz yerlər var ki, yəni kiçik aşağı məbləğlərlə normal gəzib şəhəri görmək olur. Nəinki İngiltərəni qeyd etmək istəyirəm. Çox doğrudan da bir maraqlı faktor ki, İngiltərədə muzeylər hamısı ödənişsizdir. Bəli. İngiltərənin muzeyləri ödənişsizdir, parkları ödənişsizdir. Bəli, qidalanma elə də ucuz deyil, lakin siz dediyiniz kimi, yəni uyğun yerlər tapmaq mümkündür və büdcəli istirahət də əlbəttə ki, mümkündür. Bəli. Çox sağ olun Nigar xanım, dəvətimizi qəbul etdiniz, gəldiniz, suallarımızı tam səmimiyyətlə cavablandırdınız. Çox sağ olun Elmir bəy dəvətiniz üçün. Düşünürəm ki, izləyiciləri də çox maraqlı olar və əlavə suallar olarsa, əlbəttə ki, sizin YouTube kanalınıza yazıb bizə suallarını verə bilərlər. Minnətdaram. Dəyərli izləyicilər, kanalımıza abunə olmağı unutmayaq. Nigar xanım dediyi kimi, suallarınız varsa rəy bölməsində mütləq bizi ünvanlaya bilərsiniz.